Siz gelen qonaqlar bu mərasimə zinət verirsiniz, gözəlliyi qatırsınız. Allah-u Teala gələn qədəmlərinizi var eləsin və tutduğunuz oruc, qıldığınız namaz və sair ibadətlərinizi Allah-u Teala öz qatında, öz dərgahında ali dərəcədə qəbul eləsin və bu niyyətə Peyğəmbər və Alı Peyğəmbərə salavat çəkdir. Və məclisimizə inşallah Allah kəlamı ilə başlamaq istəyirik. Yəni Qur'an-ı Kərimlə başlayacağıq və Qur'an-ı Kərimin qarisi gözəl avazı ilə bizləri feyiz verər bizlərə. İnşallah Hacı Mümbət qardaşımızdır. Onun da salamatlığı haqqında ucadan salavat çəkirik inşallah. والشمس وضحاها والقمر إذا تلاها والليل إذا يغشاها
İnşallah Azərbaycan Respublikasının dövlət himni oxunulacaq və hamıdan xahiş olunur, ehtiram naminə ayağa qalxaq. Allah Teala ülkemizi korusun. Allah Teala bizim ülkemizin düşmanlarını bizden həmişə uzaqlarda qərar versin və düşmanlarımızı Allah bizə rəfa eləsin. Allah Teala şəhidlərimizə qəriq rəhmət eləsin. Allah qazilərimizə şəfa inayət eləsin və bu verilən iftar süfrəsini Allah Teala bizlərdən ağır dərəcədə qəbul eləsin. Və oxunan Allah kəlamını, Qur'an ayələrini Allah Teala bu ayda bizlərdən qəbul eləsin. Əlbəttə dualarımız, istəklərimiz, tavsiyyətlərimiz Allahdan çoxdur. Və Allah-u Teala özü də Qur'an-ı Kərimdə bizlərə buyurur ki, isteyin, verin və buna görə bir fürsət ayıdır ki, biz yaşayırıq. Amma əfsuslar ki, artıq son günləri yaşayırıq. Əlbəttə, böyük bir sərmayə çıxacaq əlimizdən, böyük bir fürsət çıxacaq əlimizdən. Amma son günlər olmağına baxmayaraq, yenə də bu son günlərdən səmərəli şəkildə istifadə edək. Allah-u Teala Ramazan ayını bizim ömrümüzün sonuncu Ramazan ayı qərar verməsin. İnşallah, necə ki Azərbaycan xalqı bu Ramazan ayını gözəl bir şəkildə qarşıladı və gözəl şəkildə də yola salmağı Allah Teala bizlərə nəsib edəsin. O niyyətlə ki, Allah Teala növbəti Ramazan ayında da bizlərə oruc ibadətini əda etmək üçün bizlərə Allah nəsib edəsin və burada siz gələn qonaqlardan Allah razı olsun. Əlbəttə, hamımıza ayrı-ayrılıqda öz təşəkkürümüzü bildiririk və eyni zamanda ola bilsin, elə şəxslər var ki, bu mərasimə gəlmək istəyirlər, bu tədbirə qatılmaq istəyirlər, amma müəyyən səbəblərdən gələ bilməyib. Allah Teala bunlardan da razı olsun və zənglər də olundu, üzrxahlıq istədilər və
qəlbləri bizimlədir. Allah Teala onlara yar olsun, Allah sizdən razı olsun, Allah sizin gələn günlərinizi xeyirli eləsin inşallah. Və bu tədbirin təşkil olunmasında maddi dəstəyi olan, mənəvi dəstəyi olan hər bir kəsə öz adımızdan minnətdarlığımızı bildiririk, təşəkkürümüzü bildiririk. Allah-u Teala həmişə bu cür imkanlar sizlərə nəsib eləsin ki, sizlər də Allah yolunda və xalqın rifahı üçün, xalqın gün güzaranının gözəlləşməsi üçün sərf edəsiniz. Allah sizə yar olsun. Mən hamıya öz təşəkkürümü bildirirəm və eyni zamanda siz gələn qonaqlara Allah gələn edənlərimizi var eləsin inşallah. Allah sizi sevib, seçdiyi bəndələrdən qərar versin inşallah. Allah bu kənd əhalisinə bərəkət kəfaləsin. Allah-u Teala ibadətlərinizi qəbul eləsin. Allah-u bizim xəstələrimizə şəfa inayət eləsin. Və burada gözəl, bir-birindən gözəl, dəyərli kəslər, ruhanilər, dövlət nümayəndələri, ağsaqqallarımız var ki, əlbəttə hamı öz xoş sözləri, qəlbində olan arzuları, qəlbində olan sözləri arzulamaq istəyir. Amma vaxt məhdudiyyəti olduğuna görə, yəni artıq təqribən 25 dəqiqəmiz var, yəni iftar vaxtına qədər biz onu elə bölüşdürək ki, amma hamıya da söz verilə bilməsə, bu başdan üzrlə hesab edin inşallah. Bir qədər Ramazanla bağlı söhbətimiz olsun və sonra kəndimizin ağsaqqallarından kimlər ürək sözlərini demək istəyirlərsə buyura bilərlər və məclisimizdə qonaq olanlardan da xüsusilə vurğulayaq, Sabali rayon icra hakimiyyətinin nümayəndəliyindən də var burada və onlardan da inşallah söz alarıq. Yəni qəlbimizdə olan sözləri bu xoş gündə biri-birimizə ünvanlayarıq. Allah Teala bizim qəlbimizdə olan hər bir arzunu həyata keçirsin, qəlbimizdə olan duaları Allah Teala bizlərdən qəbul eləsin inşallah. Və bütün dualarımızın, arzularımızın həyata keçməsi üçün Peyğəmbər və ali Peyğəmbərə salavat zikr inşallah. Bəli, inşallah gözəl, ruhani, dəyərli alim qardaşımız Hacı Natiq bizim məclisimizdə iştirak edir və ona da söz verək, 5 dəqiqə, 6 dəqiqə adıma bölüşdürək, danışarıq inşallah iftara qədər. Allah hamımızdan razı olsun inşallah. Hazının da dünyadan köçənlərinə salavat zikr edir. Bismillahirrahmanirrahim. Möhtərəm müminlər, dostlar, yoldaşlar, mən də öz növbəmdə hamımızı üzümüzə gələn mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allahdan istəyim budur ki, Allah bu gözəl ay ərzində əldə elədiyimiz bu gözəllikləri inşallah bundan sonraki ömrümüzdə, günlərimizdə bizdə çox görməsin. Bilirsiniz, bəziləri Ramazan ayının bitməsini sanki ayin və ibadət ayının bitməsi kimi qəbul edir, xarakterizə edir. Yəni, ondan sonra günah üçün yaşıl işədir sanki. Nə işimiz var Ramazan ayında görür, düşüncə budur. Amma bu təbii ki, yanlış düşüncədir. Çünki insan əslində Ramazan ayında qazandıqlarını ta gələn Ramazan ayına qədər o 11 ay müddətində özü üçün mənəvi azuqə olaraq saxlamağı və ondan yararlanmağı bacarmalıdır. Bu ayın bizə öyrətdiyi gözəlliklər çoxdur. Biz bu ayda nə öyrəndik, nə əldə elədik. Birinci növbədə biz öz sıxıntılarımızı, çətin anlarımızı yaşayıb, insan olaraq yaşayıb dəyərləndirməyi və bizdən olan, amma maddi durumları bizim kimi olmayan, acınacaqlı vəziyyətdə olan, sıxıntılı vəziyyətdə olan
din və vətən qardaşlarımızın, bacılarımızın dərdinə şərik olmağın mahiyyətinə vardır. Və bu verilən gözəl iftar süfrələri də bunun bariz nümunəsidir. Allah qəbul eləsin, ali dərəcədə inşallah. Bibeybət kəndi gözəl kənddir. Xanım Həkimə xanımın ziyarətgahının civarındadır. Allah bütün maddi və mənəvi dəstəkçilərə yar olsun. Hacı Əfqan dəyərli qardaşımız da bu kəndin həqiqətən məclislərinin də bütün gözəlliklərinin elə demək olar bəzəyidir, tacıdır. Allah onu bu kəndə və əhlinə çox görməsin. Əzizlər, vaxt məhduddur, ona görə mən sizi çox intizarda saxlamayayım. Ramazan ayında ki, adı Allah ayıdır, məlumdur ki, biz hamımız Allahın qonağı olduq bu ayda. Görəsən, amma Allahın süfrəsinə uyğun özümüzü apara bildikmi? İnsan bilirsiniz, hara qonaq gedirsə, fərq yoxdur, rəsmi ya qeyri-rəsmi məclislərdə çalışır ki, o getdiyi ünvanın və onun əhlinin adına uyğun özünü təqdim eləsin. Hətta qiyafətlərinə də, paltarlarına da ona uyğun fikir verir. Qonaq getdiyi evə, ev əhli üçün aldığı hədiyyələrə də ona görə seçim və dəyər verir və ilaxır. Oradakı oturuşundan, duruşundan, danışığından tutmuş bütün təfərrüatlara qədər. İndi biz bir ay Allaha qonaq olduq bu ayda, Ramazan ayında. Görəsən Allahın huzurunda, Allahın süfrəsində bizim ümumiyyətlə varlığımız bir fərd olaraq, bir bəndə olaraq, bir müsəlman olaraq necə təzahür elədi. İnanın, elə adamlar oldu ki, onun Ramazanı qeyri-Ramazandan fərqlənmədi. Mən çox müşahidə elədim, məxsuslar olsun. Ramazan ayında günün günorta çağı demirəm, haramdır, halaldır, amma sigaret çəkib düz oruç tutanın üzünə onu üfürənlər də gördüm. Bu qədər, məsələn, diqqətsizlik oldu. Amma insanlar var idi, xəstə idilər qocalıq səbəbindən. Başqa səfərdə olmaq səbəbindən öyrənirdik, görürdük ki, yeməklərini hətta cəmaat içində yeməyə utanırdılar. Götürüb qıraqda yeyirdilər ki, oruç tutanlar var, ayıbdır. Biz onlara gərək heç olmasa özümüz oruç tuta bilmiriksə, onların ehtiramını saxlayaq. Əzizlər, Ramazan ayı bizə sosiallaşmağı, fərdilikdən çıxıb birləşməyi, cəm olmağı öyrətdi. Nizam-intizama düşməyi öyrətdi. Biz Ramazan ayında namaz vaxtlarına, oruc vaxtlarına, gigiyenik qayda qanunlara diqqət eləməklə sanki bir ay bu məşq prosesini keçdik və bizim məsumlarımız, bizim böyüklərimiz bizə tövsiyə edirlər ki, ey gözəl insan, ey gözəl bəndə, ey gözəl müsəlman, sən əgər bu həyatda inkişaf eləmək istəyirsənsə, nizamlı bir həyata, proqramlı bir həyata sahib olmalısan. Pərakəndə yaşayan insanın ömründə, işində bərəkət olmaz. Bunu nizamla yaşayanlar, punktual yaşayanlar bilirlər ki, vaxta, saata qənaət edən, dəyər verənlər necə xoşbəxtdirlər və necə də hər şeyə vaxtları çatır. Amma sərgərdan yaşayan insanlardan həmişə bir sözü eşidərsən, deyər mənə vaxt çatmır, heç bir işlərimi görə bilmirəm, bütün işlərim yarımçıqdır. Səbəb nədir? Çünki bu insan düzgün bölüşdürmür. Nə Allaha aid olan vaxtını, nə bəndəyə olan vaxtını, nə özünə, nə digərlərinə. Bəli, möhtərəm qonaqlar, bizim bu tədbirimizdə Sabah rayonu icra hakimiyyətindən də, yəni səlahiyyətli nümayəndə Qabil müəllim iştirak edir və ondan da xahiş edərdik, o da xoş sözlərini bizim həm kənd əhlimizə, həm Ramazanla bağlı inşallah xoş sözlərini buyursun. Hörmətli gün xadimlərimiz, hörmətli bir əhli, hamımızı xoş gördük. Qarşıdan gələn Ramazan bayramı münasibətilə hər birimiz ürəkdən təbrik edirəm və gələcək işlərimizdə, fəaliyyətimizdə uğurlarımızda. Bilirsiniz ki, bugün Cənab Prezidentə Azərbaycan xanımı, dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik elədi. Xoş bir almanlıq arzuladı
və işlərində müvəffəqiyyət arzusunadır. Buna görə də biz Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk. Ramazan bayramı bilirsiniz ki, dünya müsəlmanları ən yüksək səviyyədə keçir, ən gözəl və ən şərafətli bayramlardan biridir. Və yenə də Azərbaycanda da bayaq hörmətli din xadimlərinin söylədiyinə görə yəni getdikcə kifayət qədər buna diqqət göstərilir və bu Ramazan ayının daha müvəffəqiyyətlə, daha bəzi məsələlərə riayət etməklə yüksək səviyyədə keçirilir. Üveybət qəsəbəsi qədim qəsəbədir. 30 ildən artıq ki, icra hakimiyyətinə fəaliyyət göstərirəm. Üveybət qəsəbəsində mənim dostlarım var, əlaqələr var. Burada olan şəhid ailələrlə, qazilərlə mütəmadi əlaqələrimiz var. İcra hakimiyyəti olaraq Cənab Başçı onlarla da görüşlər keçirir və onlara əlindən gələn köməkliyi göstərir. Üveybət əhli zəhmətkeş insanlardır. 30 il müddətdə insanları görürəm. Əksəriyyətindən tanışan, sima olaraq onların ətrafında da dostlar olub, hamısıyla tanışan. Mən hörmətli din xadimlərimizin tövsiyələrinə qoşuluram. Mən bayaqdan qulaq asıram, qəbul edirəm bir qadın olaraq, bir insan olaraq qəbul edirəm o tövsiyələri və o tövsiyələri sizlərin də qəbul etməsini mən çox istərdim. Qarşıdan gələn Ramazan bayramımızı bir daha səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoş günlər və firavanlar olsun. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. Və indi də sözü verək inşallah kəndimizin ağsaqqallarından da biri olan Hacı Arif əmiyə inşallah o da xoş sözlərin buyursun. Buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allah'a emanet. Fürsətten istifadə edib, bütün kənd cəmaatını, burada toplaşan bütün cəmaat hamısını salamlayıram, uzanıram. Qonaqlarımızı da salamlayıram. Xoş sözləri və təşəkkür edirəm onların hər birinə. Hacılara da təşəkkür edirəm xoş sözlərinə görə. Bayram münasibətiyle qarşımızda gələn bayram münasibətiyle hamısı səmimi qəlbdən təbrik etmək istəyirəm. Allah Teala sizin hər birinizə can sağlığı versin, evlərinizə ruzi bərəkət, xeyir bərəkət, əmin amanlıq versin. Eyni zamanda da sizin simanıza, xalqımıza can sağlığı versin və ölkəmizə, dövlətimizə ruzi bərəkət, xeyir bərəkət versin. Dikkatinize göre çok sağ olun. Çok sağ olun. Allah razı olsun. Ve inşallah bizimle beraber kendimizin ağsaqqallarından, yaşıdlarından ben bayağı qeyd elədim. Çok üzr istəyirəm. Yəni hamıya söz verirlər bir məsələ. Elə ümumən bizim qəlbimizdə olan sözləri, fikirləri inşallah ağsaqqallar, müəllimlər çatdırır. Allah hamımızdan razı olsun. İnşallah Nəcəfqulu əmi də bir öz xeyir duasını verər inşallah. Buyurun. Akşamınız xeyir, hörmətli qonaqlar, akşamınız xeyir bilirlər. Bu Ramazan bayramı ilə əlaqədar olaraq hamımızın bayramını ürəkdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür. Yeni bayramlarda həmişə sizləri görürəm. Sağ olun. Çok sağ olun Nəcəfqulu əmi. Allah sizin də dualarınızı qəbul eləsin. Ben inşallah kısa bir şekilde... buyurun. Allah Teala cınavımızda dursun, hamımızın. Allah bizim kendimizi hiçbir kənddən əski edəməsin. Azərbaycan xalqına həmişə xoş günlər. Bir dənə deyəcəm, Allah bu duanı qəbul etsin, Allah bu orucumuzu qəbul etsin. Allah Teala bu süfrəni bizə bəxş eləyən, kim əziyyət çəkir, hamı bilir ki, kim əziyyət çəkir. Allah ona can sağlığı versin, Allah onun atasına, anasına rəhmət eləsin. Allah bu duamızı qəbul eləsin, bu oruç süfrəsini qəbul eləsin. Bir dənə mən söz deyəcəm, deməliyəm, ürəyimdə var bunu. Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycanımızı bizə çox görməsin. Çünki Azərbaycanda elə olanlar var ki, onların canını qurban. Hələ biri xanlar qardaşımız. Allah ona dəyməsin. Allah ona toxunmasın. Allah onun düşmanlarını zəlil eləsin. Bunu deyirəm. Allah onu mehriban eləsin, balalarını qorusun. Allah hamımızın balasını qorusun. Xəstələrinə şəfa versin. Allah bu süfrəti qəbul eləsin. Sağ ol, hacı. Çok sağ ol Ayşe, çok sağ ol. Allah hamımızdan razı olsun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Rakılı yok. Eşhedü en la أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي الله أشهد أن عليا حجة الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله اللهم لك سرنا وعلى رزقك افطرنا وعليك توكلنا فتقبله منا إنك أنت السميع العليم يا واسع المغفرة اغفر لي لا sana Fatiha oruç tuttuk ve senin verdiğin ruzunu iftar edirik tuttuğumuz oruçları kabul eyle amin ya Rabbi Bismillahirrahmanirrahim. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع أيها المبعوث فينا جئت بالأمر المطاع جئت شرفت المدينة مرحبا يا خير داع أنت شمس أنت بدر أنت نور على نور أنت مصباح الثريا يا حبيبي يا رسول صالة
محمد في أمان وسلام. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع. أيها المبعوث فينا جئت بالأمر المطاع. طلع البدر علينا من ثنيات الوداع وجب الشكر علينا ما دعا لله داع. طلع البدر الوداع وجب الشكر علينا